Bakıda yola rəvan olan sürücülər diqqətiniz bizdə olsun. Bayram tədbirləri ilə əlaqədar olaraq bəzi yollar sabah bağlanacaq. Bayram tədbirlərinin keçirilməsi ilə bağlı dövlət yol polisi gücləndirilmiş iş rejiminə keçir. Bakıda dövlət səviyyəsində keçiriləcək Novruz şənlikləri ilə əlaqədar bir sıra küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılacaq. Bayram şənlikləri ilə əlaqədar sabah saat 7-dən paytaxtın Neftçilər prospekti istiqamətində kəsişən bütün küçə və prospektlərdə nəqliyyatın hərəkətinə tədbir tam başa çatana dək məhdudiyyət qoyulacaq. Konstitusiya məhkəməsi və Qoşaqala qapısının önündən başlanan tədbir daha sonra İçəri şəhər, Neftçilər prospekti, dəniz kənarı bulvar boyu və digər yaxın ərazilərdə keçiriləcək. Paytaxtın Azneft dairəsində Neftçilər prospekti ilə Yusif Səfərov küçəsinə dək olan hissəsinə kəsişən bütün və küçə və prospektlərdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulur və istiqamət dəyişdirilir. Bunu nəzərə alaraq paytaxtın qeyd edilən hissəsinə doğru Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 20-ci sahə dairəsindən, eyni zamanda Mikayıl Müşfiq dairəsindən, yəni Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsindən, eləcə də Teymur, Elçin, Mehdi Hüseyin, Yusif Səfərov 28 may, Yusif Səfərov Afiyəttin Cəlilov küçələrinin kəsişməsindən və digər hissələrdən avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyularaq istiqamət dəyişdiriləcək. Bölgələrdən paytaxta doğru gələnlər isə Bakı-Salyan yolunun 14-cü kilometrliyindən 3-cü kənar dairəvi yolla hərəkət edə biləcəklər. Paytaxtın Sumqayıt, Abşeron rayonlarından mərkəzə doğru hərəkət edənlər isə Tbilisi prospektinin köməyi ilə Neftçilər prospekti istiqamətində hərəkət etmədən istənilən küçə və prospektlər üzrə sərbəst, rahat və fasiləsiz hərəkət edə bilərlər. Paytaxt polisi sakinləri, sürücü və piyadaları Novruz şənliyinə qatılmaq istəyən şəxsləri xəbərdar edir ki, keçiriləcək tədbirləri nəzərə alıb, həmin istiqamətlərdə yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.